Salam uşaqlar, bugün 4-cü qrup 2025-ci il kimya fənni üzrə düşən situasiya suallarının izahına baxaq. Hansı ki, bu sualı düzgün cavablandırmaq üçün sizin riyazi bacarıqlarınız yüksək səviyyədə olmalıdır, nəzərinizdə olsun. Gəlin baxaq. Və bizə verib ki, M mol başlanğıcda CO, azot və karbon qazı var ümumilikdə. Və bu qaz qarışığına eyni miqdarda oksigen əlavə olunur. Yerdə qalır son qaz qarışığı, oksigen, azot və karbon qazı. Yoldaşlar, bu nə deməkdir? Bir dənə fikir verək. Deməli, bu reaksiya nəticəsində CO fikir ver. Əvvəl var idi, sonra yoxdur. Deməli, CO tam sərf olunur. Oksigen M mol əlavə olunub, müəyyən qədər qalıb. Deməli, oksigendən müəyyən qədər sərf olunur. Yuxarıda göstərilən reaksiya sxeminə əsasən orta molekyul kütləsi 36 qram bölünmüş mol olan qaz qarışığının oksigenin yanma reaksiyası. Gəlin yandıraq. Bu qaz qarışığını oksigendə yandırsaq, aydındır ki, CO yanacaq. Və uşaqlar, gəlin biz hər birinə başlanğıcda özümüz üçün, əgər mən sizə deyirdim, qaz qarışıqdırsa, mütləq ki, molla işləyim. A mol CO, B mol bir azot desəm, bir C mol karbon qazı deyərəm. Bunu qaz qarışığının yanmasına, aydındır ki, burada CO yanacaq. CO oksigendə yanır, əmələ gəlir karbon qazı. Hökmən əmsallaşdırırıq. Və uşaqlar, mən bayaq sizin nə dedim? Fikir ver, CO əvvəldə var idi, amma sonra da olmadı. Deməli, CO tam sərf olundu. İndi baxaq, CO-nun ikisi sərf olunanda bir oksigen sərf olunursa, əgər A mol CO-nu mən sərf eləsəm, mənə bunun yarısı qədər, yəni 0,5 A oksigen sərf olar, A qədər də karbon qazı əmələ gələr. Və CO tam sərf olunur, CO-dan qalmadı. Amma oksigendən bir dənə fikir verək. Nə qədər əlavə olmuşdu? M mol. Bir dənə bura bax, M mol. 0,5-i sərf oldu. Deməli, M-0,5 A oksigendən qaldı. Karbon qazından da A molu qaldı. İndi yekunda baxaq. Oksigendən nə qədər qalıb? Oksigendən. Deməli, M-0,5 A oksigendən qalıb. Azot onsuz da sərf olunmur. B mol azotdan qalıb. Karbon qazına fikir verək. Yoldaşlar, karbon qazı əvvəlcə C idi. Bir A mol da burada əmələ gəldi. Deməli, C plus A da yekunda oldu karbon qazı. Və bu üçü bir yerdə verib 2N minus 0,5. İndi 2N minus 0,5 və yoldaşlar verir prosesin sonunda deməli, yox, hələ oxuyaq. Qarşıdakı qazlardan biri əhəng suyu ilə, bir dənə bu səssiz alın, üzrü sayın. Əhəng suyu ilə buraxılan tam reaksiya daxil olur. Çöküntü əmələ gəlir, aydın ki, söhbət karbon qazından gedir. Prosesin sonunda reaksiya daxil olmayan. Yəni, karbon qazı sərf olunur. Reaksiya daxil olmayan hissə olur oksigenlə azot. Bunu da verib M plus 2,5. M plus 2,5. Uşaqlar, başlanğıcda qaz qarışığımız nə qədər idi? N. Gəlin sadəcə riyazi bacarıqlarımızı işə salaq. A plus B üzərinə gəlsin C bərabərdir N-ə. Həmçinin burada bu üçünün də cəmi buna bərabərdir və yaxud da gəl elə üçünün cəmini 2 minus 0,5 götürək. N minus 0,5 A üzərinə gəlinsin B üzərinə gəlsin C üzərinə gəlsin A bərabərdir 2 minus 0,5. İndi yoldaşlar bir dənə yuxarı fikir ver. A plus B, A plus B plus C. Bunun yerinə N yazsaq, M minus 0,5 A bərabərdir, deməli, yox, hələ bunun N də var, üzərinə gəlsin N bərabərdir 2M minus 0,5. Buradakı 2N-lə bu N-lər gedər, mənfi 0,5 A bərabərdir mənfi 0,5-ə, buradan A-nı tapırıq, A bərabərdir 1-ə. A-nın 1 olduğunu bildik. İndi gəlin görək, nə eləyə bilərik? A-nı 1 tapdıq, başqa nə eləyə bilərik? Gəlin uşaqlar, bir dənə bura fikir ver. Bax, bu iki qaz qarışığı N-0,5 A oksigendir, B qədər də azot. İkisi bir yerdə nə qədərdir? M plus 5. M plus 5. Buradan N-ləri ixtisar aparsam, A-nın yerinə də gətirib bu 1-i yazsam, mənfi 0,5 üzərinə gəlsin B bərabərdir. Deməli, bu M plus 5 deyil, axı, M plus 2,5 uşaqlar, mən niyə 5 yazmışam? Deyirəm, axı, bu M plus 2,5-dir. M plus 2,5 olur. M plus 2,5, N onsuz da yazmışdıq. N plus 2,5. Onda buna bərabərdir 2,5-ə, buradan B-ni tapırıq. Deməli,
0.5-i bu tərəfə keçirsək nə qədər eləyəcək? 3. Deməli, B-ni də tapdıq 3. İndi yoldaşlar, nə edə bilərik? Bax, bu orta molekül kütlədən istifadə edə bilərik. Bax, başlanğıcda A mol karbon monoksid. Karbon monoksid 28-də, A molu 28A. Üzərinə gəlinsin, B mol azot. Azot elə B-ni tapdıq 3 yazaq, yoxsa? Yox. Gəl hələ ki yazaq. B mol azot, yəni 28B, üzərinə gəlsin C mol karbon qazı 44C. Bölünsün orta molekül kütləyə görə mollar cəminə. A plus B plus C bərabərdir, verib 36. Yoldaşlar, A plus B plus C-yə bir n desəm, 28, A-nın yerinə 1 yazsam, vurulsun 1, üzərinə gəlinsin, 28 vurulsun, B-ni 3 demişəm, 3, üzərinə gəlsin, 44C bərabərdir, 36N yaza bilərəm, elə? İndi buradan, deməli, başqa nəyi tapa bilərik? Biz buradan C-ni də tapsaq yaxşı olar. C-ni necə taparıq, yoldaşlar? Bax, bu tənliyə görə, çünki N-i tapmağa çalışırıq da. Bax, A plus B plus C bərabərdir N-ə. A-nın yerinə 1 yazdım, B-nin yerinə 3 yazdım, C-nin yerinə elə C yazdım, N. Onda burada N bərabərdir C plus 4-ə, C bərabərdir N minus 4 yaza bilərəm. İndi gətirib burada yerinə yazsam, 28 üzərinə gəlsin, 28-i 3-ə vurduqda 54, 2 yada 84 üzərinə gəlsin. Gəl N-i tapaq, fikir ver, burada N-i soruşur, bax bu sualda. Ona görə, deməli, C-nin yerinə N-4 yazaq. 44 vurulsun N-4 bərabərdir 36 N-ə. Bu sualı kim tərtib edibsə, sağ olsun da. Deməli, buradan 12 bir yadda, 112 üzərinə gəlsin 44N minus 176 bərabərdir 36N-ə. 44N-dən 36N çıxdıqda 8N bərabərdir. Deməli, 8N bərabərdir. Neçə edir uşaqlar? Deməli, 176-dan 112 çıxdıqda 64-ə. Deməli, biz buradan tapırıq. N bərabərdir 8-ə. Bax, bu qədər. Bunları siz orada yazsaz, sizə tam bal verəcəklər. İndi gəlin bir dənə mən buraları silim. Buraları silim. İndi bilirik ki, A bərabərdir 1, A bərabərdir 1. B bərabərdir 3, B bərabərdir 3. N bərabərdir 8. C də bərabərdir N-4 idi elə. C də bərabərdir 8 minus 4 bərabərdir 4 tapdıq. Deməli, C-nin də bərabər 4 olduğunu tapdıq. Elə, gəlin onda bunları silək. Gəlin, bunları sildik. İndi gəlin baxaq 28-ci suala. 28-ci sual. N-i tapın. N-i bayaq tapdıq. Birinci sualdır. Deməli, N nəyə bərabərdir? N bərabərdir 8. 28 ikincisinə baxaq. İkin qaz qarşılığında yoldaşlar, yadınızda CO-ya A mol demişdik. A-nı da 1 tapdıq. 1 bölünsün, ümumi qaz qarşılığı N-dir. Yəni 8 vurulsun 100%-lə hesablayarıq. O da bərabərdir. Bir dəfə 8, 20-nin içərisində 12, 2 dəfə 16, 40, 12,5%. Bu. 29-cu suala baxaq uşaqlar. Cavab vərəqində CO2-nin və azotun mol miqdarı. Yoldaşlar, gəlin baxaq. CO2-nin və azotun mol miqdarının zamanı nü CO2 olsun və olsun nü azot. Elə, indi gəl baxaq. Karbon qazı əvvəlcə nə qədər idi? Biz buna bir C mol demişdik, yadınızdadır. C-ni də tapdıq 4. Deməli, karbon qazının başlanğıcı əvvəlcə 4-dür. Daha sonra uşaqlar, həmin karbon qazı yekunda yadınızdadır, burada nə qədər oldu? C plus A qədər. C var idi, A da buradan oksigenə görə daxil oldu. Yəni C plus 1 qədər. Karbon qazının miqdarı oldu 5. Deməli, karbon qazının miqdarı tau 1 anın, deməli, tau 1 anına qədər 4-dən 5-ə qədər karbon qazının molu qalxır.
Və daha sonra fikir ver, qarşıdakı qazlardan biri əhəng suyunu bulandırır. Aydın ki, bu əhəng suyunu bulandıran nədir? Karbon qazı. Əhəng suyu ilə tam reaksiya daxil olur. Deməli, artıq tau2 anında bu tam-tamla reaksiya daxil olursa, bunun miqdarı düşür aşağı. Bax, belə bir qrafik. Yoldaşlar, prosesin heç bir halında azot reaksiya daxil olmadı. B mol azot demişdik, B-ni də 3 tapmışdıq. Deməli, tau1 anında da, tau2 anında da nü azotun zamandan asılıq miqdarı deməli elə 3 mol olub və dəyişməyib. 3 mol olaraq qalıb. 30-cu suala baxaq. Tau2 anında əhəng suyu olan qabda alınan çöküntünün. Gəlin həmin reaksiyanı yazaq. Kalsium hidroksidin üzərinə karbon qazı gəlirik. Əmələ gəlir kalsium karbonat çöküntüsü. Üzərinə gəlinsin su. Heç bir əmsalda yoxdur. Qabda çöküntünün kütləsi. Yoldaşlar, reaksiyaya görə bunun 1 molundan 100 qram çöküntü alınırsa, özünüz hesablaya bilərsiniz kalsium karbonatının kütləsini. Karbon qazı nə qədər sərf olundu? Birdən bura fikir ver, 5 mol. 5 mola yazaram x. Deməli, x bərabərdir 500 qram çöküntü. 500 qram çöküntü. İkinci halda bu qabdan çıxan qaz qarşını. Yoldaşlar, bax, fikir verək, dedik ki, CO2 tam sərf olundu, qabda qaldı oksigen və azot qarşı. Yoldaşlar, oksigen M moluydu. Deməli, bundan bayaq nə qədər sərf olundu? 0,5 A qədər sərf olunmuşdu. M-0,5 A oksigen qalmışdı elə bayaqda. Deməli, M-0,5 A qədər oksigen qalıb, B qədər də elə azot qalıb. Buradan oksigeni hesablasaq, N-i neçə tapdıq? 8. 8 vurulsun 0,5 vurulsun 32 qram oksigen. Neçə eləyir? 7,5 vurulsun 32. Deməli, 7,5 vurulsun 32, 10 bir yadda, 14, 15, 3 dəfə 2, 3 dəfə 5, 15 bir yadda, 21, 22, 14, 240. Deməli, 240 qram oksigen oldu, 240 qram oksigen. Azotdan da B mol. B-ni neçə tapdıq? 3. 3-ü vururam 28-ə, 8 dəfə 3, 24, 2 yadda, 84 də azotdan qalıb. İkisini bizə bir yerdə soruşur. 240 üzərinə gəlsin 84, 4, 2, 324 qram qaz qarşılığının kütləsi olur. Qramdan soruşur. Deməli, birincidə cavab x500, deməli, 30-cu sualda birincidə cavab oldu 500, ikincidə cavab oldu deməli 324 qram. Çətin sualdır? Bəli, çətin sualdır. Əsasən riyazi qabiliyyətiniz yüksək olmasını tələb edən bir sualdır.